Belə də olaraq evlənəcəm. Qızın namusu gedən, iffəti gedəndən sonra atır. Yoxmu zamanımızda? Var. Bir universitet tələbəsi vardı, qız. Yəni gəncliyinin çiçək çağında 20 yaşında idi. Gözəl, duyğulu, sadə bir ailədən gözəl əxlaq sahibi bir qız idi. Onun çox sevdiyi bir rəfiqəsi vardı. Həmin rəfiqəsinin isə nə din, nə də əxlaq payı olmayan bir qardaşı var idi. Rəfiqə ilə olduğu üçün qardaşı da istər-istəməz rəfiqəsinin qardaşı ilə tanış olub. O qardaşı öz hiləsi ilə bu qızın qəlbini ələ aldı. Şirin sözləri ilə onu aldatmağa başladı. Qız isə bu sözlərdən təsirlənərək aldandı. O hər gün gizli niyyətini o pak və günahsız qıza tora salmağa planlaşdırdı. Yəni, onunla yaxınlıq eləsin, iffətini pozsun, sonra da atsın. Yalan vədlərlə davamlı israr və aldatmalara axırda həmin qızı öz tələsinə saldı və qız öz iffətini itirdi. Aldatdı sadəliyindən, çünki zina nəticəsində hamilə qalmışdı. O gündən bəri bu şərəfsiz canavarın özünü aldatmış həmin oğlanın verdiyi evlənmə vədlərini xatırlayaraq ona zəng edir, xahiş edirdi. Lakin o hər dəfə ondan qaçır, məsuliyyətdən boyun qaçırırdı. Evlənmə söz verək aldadıb. Belə də olaraq evlənəcəm. Qızın namusu gedən, iffəti gedəndən sonra atır. Yoxmu zamanımızda? Var. Belə vicdansızlar. Hamiləliyin əlamətləri görünməyə başlayır qızda. Qızın dünyası daraldı. Elə bir bütün yer üzünə sıxılmışdı. Öz-özünə deyirdi. Mən indi bu fəlakətdə nə edim? La ilahe illallah. Bir gün onu tutdu. Yalvardı. Amma o oğlan qızın şərəfini tapdalayan bir yırtıcı bir plan qurdu. Baxın, indi görüncə plan qurur, bundan xilas olmaq üçün. Varmı zamanımızda belə yırtıcılar? Var. Elə bir plan ki, iblisin belə ağlına gəlməz. Qızın yanına gəlib dedi. Mən səninlə evlənməyə hazıram. Qıza tələb edir. Amma bir şərtlə. Sabah saat 4-də filan yerdə mənim bağ evim var. İstirahət etdiyim yer var. Ora gəl. Orada anam da gələcək. Anamla tanış olacaqsan. Artıq mən bütün hadisəni anama danışacağam. Səninlə evlənməyimə razılıq versə, mən də səninlə dərhal evlənəcəm. Qız sadəlövh şəkildə düşündü ki, bəlkə bu oğlan həqiqətən tövbə edib və onu örtbarsız edəcək. Ona görə də razı oldu. Amma oğlan pərdə arxasında başqa bir plan qurmuşdu. O bir qrup şərəfsiz insan qiyafəsində canavarlarla razılaşmış ki, qız həmin yerə gələndə onunla hamımız bir yerdə təcavüz eləyin. Yəni 3-4 nəfər təcavüz eləyin qıza. Sonra özü içəri girəcək, deyəcək ki, belə şeylər başına gələn qızla mən əsla evlənə bilmərəm. Qıza gör nə torba tikir. Amma sonunu dinləyin. Allah gör onun başına nə gətirir. Təyin olunmuş vaxt çatır. Qız həmən yerə getmiş hazırlaşırdı, amma birdən onun yeganə qardaşı şiddətli qarnı ağrısı tutdu. Qızın qardaşı. Qız iki od arasında qaldı. Ya qardaşını xəstəxanaya aparmalı idi, ya da həmən yerə getməli idi. Nəhayət, rəfiqəsinə zəng edir. Rəfiqəsi də kimdir? O canavarın bacısı. Dedi ki, mən indi qardaşınla danışmışam. Sənin anan filan yerə gəlməlidir, filan yerdə görüşməliyik. Amma anidən qardaşım xəstələndi, onu xəstəxanaya aparmalıyam. Xahiş edirəm, sən ora get, anan da gələcək, de ki, mən 1 saatı oradayam, məni gözləyin. Oğlanın bacısı qardaşın nələr planladığını bilmədən girən kimi o qadın üzərinə hücum elədilər, ona təcavüz elədilər, zorladılar, namusu əlindən getdi, əziyyət də verdilər ona. Subhanallah. Vaxt təyin edib, həmən oğlan sonra gəlir, içəri daxil olacaq, qızın halını görsün və desin ki, mən belə bir qızla evlənə bilmərəm. Amma içəridə onun nə dəhşət gözləyirdi, xəbəri yoxdur. Canavar qılığı içəri girdi, yoldaşlarına soruşdu, nə etdiniz? Dedilər ki, sənin bizdən istədiyin hər şey etdi, hətta ondan da çoxunu. İndi o içəridədir, yəni uzanan yerdə qalıb, işgəncə də veriblər. İçəri daxil olub baxıb gördü ki, bu namussuzun murdalamaq istədiyi o qız deyil, öz bacısıdır içəridə. O yerdə acınacaqlı halda uzanmışdı. Onun dili tutuldu, bircə kəlmə belə deyə bilmədi, sükut içində çıxıb getdi, yoldaşlar ona söz deyil, amma heç cavab vermedi, nəhayət avtomobilinə çatdı, avtomobil içərisində oturdu,
silahını çıxartdı, elə orada da intihar elədi. Pis hiylə yalnız sahibinin başına dönər. Yəni deyir, bu hekayə bütün gənclərə ibrət olmalıdır. Ey haram münasibətdə yaşayan gənc, Allahdan qorx. Müsəlman qızların namusuna toxunma. Bil ki, necə edirsənsə, elə də qarşılıq görəcəksən. Cəza əməlin cinsindəndir.